Ucuza bilet haradan alıram? Aviasiyasdan. Aviasiyasin web saytına daxil olaraq dünyanın istənilən bölgəsinə bilet ala bilərsiniz. Əminətər sən? Nə var, nə yox? Salam, mən Pələng, Şah Pələng. Uşaqlar, aeroporta gedirəm. Hal-hazırda Singapurdayam və gedəcəyim yerin adı Tanah Mera'dır, səhv eləmirəmsə. Tam olaraq bura getməliyəm. Biz isə hardayıq? Biz buradayıq. Buradan dəyişəcəm, sonra aeroporta gedən qatara minəcəm. Metrodan ağır bir Hintli isi gəlir. Hindistan isi. Hello. Are you from India? India. I am from Bangladesh. Bangladesh? Yeah. Are you Muslim? People Circle. Sorry? Muslim. Muslim? You? I am Muslim. Thank you. Salam aleykum. Aleykümselam. Müslümanlı qardaşımızı da tapdı. Panamera'ya gəldim. Buradan 2 stansiyaya gedəcəm. Changi Airportuna. Yəni demək istədiyim nədir? Əgər Singapurda olsanız, bu stansiyaya gələcəksiniz, Panamera'ya. Necə yazılır? Bayaqları göstərdim, amma burada da var. Okay. Tanah yazılır bu cürlə. Gəlirsiniz bura, buradan Changi Airportuna gedirsiniz. Changi. 2 stansiyaya gedəcəyik, dediyim kimi. Hər şeyi təkrarlayıram ki, net beyninizə otursun. Buradan uçacaq Malazyaya. Malazya bizə vizasızdır, amma otelinizi göstərməlisiniz. Bir də ölkədən çıxış biletinizi göstərməlisiniz. Yoxsa ölkəyə götürmürlər. Nə olsun vizasızdır? Deyir, gəlmirsən və ki, getməyəsən. Biz də elə ölürdük Malazya üçün. Bunu bir ingiliscə deyə bilsəm. Qatar da gəldi, indi minəcəyik. Bunun da böyük ehtimal sürücüsü yoxdur. Bir çox qatarın burada sürücüsü olmur. Demək olar elə hamısında olmur. Okay, qapı açıldı. Öncə düşənlər. Eyni Bakı var, eyni Bakıdır. Gördünüz necə yol verdilər? Dəhşətli dərəcəsində gülməli. Okay. 2 stansiya gedəcəyik. Ayaqda duraq. Bir də çantanı çıxar. Çantanı geyin. Tax, geyin də yox. Geyin, geyin. Saxsayla oturam. Baba, mən təyyarəyimlə də nəsə həyəcan yaşayıram. Çox həyəcan yaşayıram. Məsuliyyətliyəm bu mövzuda. Bir dəfə başıma gəlib ki, az qala təyyarə uçacaq idi. Ona görə məsuliyyətli davranıram. Aeroporta çatdıq, amma Allah bilir hara getməliyik. Terminal 1. Bizim gedəcəyimiz yer Terminal 1-dir. Terminal 2-4 yazılıb ora. Terminal 2-4, 1-3 bu tərəf. Bura 2-4'dür. Bəs desəz o şəlalə olan yer hardadır? Bundan bir öncəki videoda oranı ətraflı göstərmişəm sizə. Instagram adresimdə də Reels'i var. Girib baxa bilərsiniz. İndiyə kimi türklərdə, ruslarda, ingilislərdə, ingilis dilli ölkələrdə olan insanlardan izləmişdiniz bu videoları. Amma indi isə bizim öz dilimizdə qadanalımla, başına dönümlə göstərirəm hər şeyi. Qardaşım, baxın, hər şey yazıblar. Terminal 1 bu tərəfdədir. Terminal 2 və 4 bus terminalı, yəni avtobus terminalı 4-dədir. Avtobusla desək daha gözəl olar. Terminal 1 bu qədər yazılıb. Bax, bir dənə də burada yazıblar. Əgər bilməsən, burada gözünə soxub gedə bilərsən yazıblar. Görməsən də. Hər yerdə yazılır. Biraz başınızı qaldırın, baxın ətrafa görün nə var, nə yox. Vay 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 vay. Navoydadır qardaşım. Bu hava limanı dəhşətlidir. Bunun haqqında bilgini dediyim kimi bundan öncəki videoda vermişəm bildiyim qədərilə. 2 milyarda yaxın pul qoyulub bura. 2 milyard. Bitdi? Bitmədi. Videonu bəyəndinizsə davam eləyək. Baxın uşaqlar, Jiu yazılan yer həmin şəlalənin olduğu yerdir. Bilərək göstərməyəcəm. Bundan öncəki Singapura gəliş videoma baxsanız, orada görəsiniz gözümə nəsə girdi. Ahınız tutdu, gözümə nəsə girdi. Deməli, mənim təyyarəm 21:00 Jakarta. Ay yox, Jakarta deyil. Deyəm mən. Malazya hardadır qaqa? 21:00-da olmalı. Bir dəqiqə mı? Terminal 3 yazılıb bura. Mən Terminal 1-ə getməliyəm. Bura Terminal 3-dür. Terminal 1. Terminal 1, Terminal 1. Qaqa.
Düz gəlmədik mi? Səhv gəlmişik deyəsən. Qatara mindik gənclər. Bu qatarın da sürücüsü yoxdur. Sürücüsüz qatardır. İndi görək bu qatar hardan keçəcək. Demirəm hardan keçəcək. Özünüz görün. Terminal 1-ə gəldim. Deməli mənim uçuşum 21:00-dadır. Amma onu göstərmirlər. Niyə göstərmirlər? Nə səbəbə? Gedim görüm hardan tapacağam. Oo. Bu nədir belə? Vay 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 vay. Vay vay, böyle terminal var. Burada self servis check-in var. Amma tam olaraq istifadə edə bilmirəm. Nə gəlir? Continue vururam. Okay, yox. Bundan yoxdur məndə. Nəysə, bunu həll edeyim. Ölkədən belə çıxacağam. Yəni pasport kontrolu yoxdur. Nəsə verir. Oğlum. Bunu göstərməyim. Burada şəxsi məlumatlar olur. Kuala Lumpur, Şahbələn Kəlmə. Okay, verdi. Yəni uzun sözün qısası exit. Gəlirsiniz bura. Görürsünüz nə qədər self servis şeylər var, check-inlər var. Check-in elətdirirsiniz. Ondan sonra gəlirsiniz bura, çantalarınızı qoyursunuz. Keçirsiniz. Thank you so much. Thank you. Thank you. Have a good day. You too. Thank you. Qaqaş sağ olsun, kömək elədi mənə. Başa saldı. Bir də çox qəşəng ingilis dili bilirlər. Belə aksentlə danışırlar. Qəşəng danışırlar. Orada da biz varıq. Bilmirəm, görürsünüz, görmürsünüz. Buralar gözəldir. Bu arada şəlalənin olduğu yer moldur, uşaqlar. Yəni hava limanından çıxdınız, təyyarə düşdü, belə çıxdınız, onu görmürsünüz. Onu görmək üçün başqa yerə getməlisiniz. Öncəki videonu izləyin, onsuz da söhbətin nə olduğunu anlayasınız. Buradan keçəcək, kameranı söndürürəm. Birdən çəkilişə qoymazlar. D48-ə gedirəm. Qapım oradır. Dəyişildi, D48 elədilər. Son bir dəfə də çək edim. Hər cümlə ingilis diliyəm. Yazılıb Newgate D48. Deməli, Malayziyaya girəndə də Arrival Card deyə bir şey var. Onu doldurmalıyıq. Yorur ya adamı, gir ora, nə bilim, bilgiləri yaz. Bir də görsün səhifədən atır. Üzür də adamın ürəyini. Heç nə girəndə onu eləyəcək. Burada da eləyə bilərəm, çatanda da eləyə bilərəm. 3 gün əvvələ qədər eləyə bilirsən. Uçuşuna 3 gün qalmışa qədər. Neysə, burada da lüks markalar var, Gucci var. Nələ, bunu oxuyamadım, orada Balenciaga var. Nə bilim, baxın. Gucci görmüşük. Mənim elə bir taxıntım yoxdur. Sadəcə markalardan sevdiyim Decathlondur. Decathlon mənim işimə çox yarayır. Çanta Decathlon, arxa çanta Decathlon, şortik Decathlon, futbolka Decathlon. Türklərin bir sözü var, fiyat performans. Verdiyin pulun qarşılığını qat-qat çıxardırsan da, yəni elə ürünləri var. Hətta ayaqqabı da Decathlondur. Belə. Azərbaycanda yoxdur, ümid edirəm inşallah Azərbaycanda olar. Mənə də sponsor olarlar. D48-ə gedəcəm. Yerlər xalçadır. Bu arada içəri də buz kimidir. Mən əynimə qalın şeylər gətirmişəm. Öncəki videolarda da demişdim, Taylanda gələndə üstünüzü qalın eyin uşaqlar. Şişərsiniz. Bəziləri belə kameranın üstünə gəlir. Bir çəkilin, yolumuzu gedək. Bu arada bura terminal 1-dir. Yəni bundan 3 dənə daha var. Toplamda 4 terminal var və hamısı belədir. Düşünə bilirsiniz nə qədərdir. Yolumu necə tapıram? Yolumu yuxarıdakı yazılara baxaraq tapıram. D42, D49 qabaqdadır deyir. Bizimkisi isə 48-dir. Əsas qapını tapana kimidir. Təyyarə saatım 20:15-dir, səhv etmirəmsə. 20:15-də qapı açılacaq. Gedib belə qapının ətrafında otururam. Köhnə videolarımı izləmişsinizsə bilirsiniz. Nəysə, yorğunam. Şokolad almışam özümlə. Şokolad yeyəcəm. Başqa da heç nə. Suyum yoxdur. Buradan da su almaq istəmirəm. Çox bahadır. Krant. Ağzımızı dayayacaq kranta. Nə yalan deyim, mən 2 mərtəbə təyyarə görməmişdim. Bu 2 mərtəbə təyyarədir. Görüm nə dərəcə göstərə biləcəm. Baxın, 2 qapısı var. Biri aşağıdadır, biri yuxarıdadır. Vay vay. Birinci dəfədir görürüm. Bir gün minmək də nəsib olar inşallah. Amerikaya gedən, yəni Amerika qitəsinə gedən
təyyarələrin deyəsən restoranı var içəridə. Belə bar kimi bir yer görmüşəm. Qapının olduğu yerə gəldim. Bizdən fərqli olaraq burada yoxlanışlar, çanta yoxlanışları yəni hər qapının ağzında olur. Bura isə möhtəşəmdir. 49, 48 otel kimidir yəni buralar. Vallahi bizim evin zalı belə deyil yəni. Bura çox lüksdür. Çox böyük bir hava limanı deyə mən məhtəl qaldım. Dəhşətli dərəcəsində böyükdür. Burada da külək əsmir ha bu arada. Kondisioner işləyir. Soyuducu. Dəhşətli yerlərdir. Cəmaət pul xərcləyir uşaqlar. Bunlar zebradır. Zebradır bunlar deyəsən. Belə zebra olur, bu zürafa deyil, zebra nədir? Nə bilim, Singapur yaxşı idi, qəşəng idi. Malayziyaya gedəcəm, Malayziyada yaxşı bir yerdir. Çalışacağam ki, ətrafı sizə detaylı göstərəm. Malayziyada bir müddət qaldıqdan sonra Kamboçyaya, Kamboçyadan da Vyetnama getmək istəyirəm. İnşallah bir problem yaşamasaq, səyahətimi gözəl bir şəkildə yekunlaşdıracağam. Vallahi təyyarə gecikdi. Bizi ayaq üstündə nə qədər gözlətdilər. 1 saata yaxın təyyarə gecikdi. Yavaş-yavaş təyyarəyə minməyə gedirik. 3 saatdan yuxarı olanda artıq sizə kompensasiya, yemək, 3 saatın üstü olanda 6 saat onu qalacaq yer, belə şeylər verirlər. Araşdırsanız Google-dan tapa bilərsiniz. 1 saata heç nə düşmür. 1 saat ola bilər. Yavaş-yavaş təyyarəyə minəcək. Mənim yerim 14F idi deyəsən. 14F. Hello, how are you? Thank you, doing good, sir. Welcome home. Thank you. Qaqaşın geyimine var, amma belə geyimdə mavin görməmişdim. Mavin deyirlər deyəsən ya da stewardessa. Neyse, boş ver. 14F. 14F ayda pəncərə qırağı deyir. Pəncərə qırağı çox narahatdır mənə. Oturdum uşaqlar, pəncərə qırağıda, amma buranı biraz cızıblar deyəsən, bilmirəm görsənir ya yox. Buradan bir ara görüntü alaram sizin üçün. Hardasa 1 saat yarım, 1 saat uçuşum var. Kuala Lumpur'un mərkəzinə getməliyəm. Çox gözəl bir hostel tutmuşam. Hamısını bu videoda izləyəcəksiniz. Narahat olmayın. Hamı yerləşsin yavaş-yavaş. Biz də artıq qalxacağıq, sağ-salamat gedəcəyik Malayziyaya. Sağ ol mənim qardaş. Sağ ol qardaş. Thank you. Uşaqlar, ən çox sevdiyim səyahət tipi idi. Desəz nə? Təyyarəyə mindim. Çəkiliş elədim, yatdım. Bir də gözümü açdım ki, düşmüş artıq. Vaxt elə bir keçmədi. Yəni 1 saat yarım, 2 saat deyəsən. Yox, 2 saat da deyil, 1 saat yarımdır uçuş. Elə bir bu dəqiqə Singapurdayım. Amma Malayziyaya gəlmişəm. Buradan şəhər mərkəzinə necə gedəcəm heç bir fikrim yoxdur. Arrival kart diye bir şey var, onu doldurmalıyam. Burada Arrival kartı doldurdum. Hansı ki bize ayrılan bölüm var, oraya gedəcəm. Burada bizim şanlı bayrağımız da var. Görürsünüz Azərbaycan bayrağını. Bu vətəndaşlar sadəcə buradan keçirlər. Ayrıcalıq var deyə bilirəm. Bir video da baxmışdım. Uzun bir sıra var idi, amma qısa sırada Azərbaycanlılar keçirdi bu ölkə vətəndaşları. Onlara rahat idi. Neyse, burada kameranı söndürəcəm, bir problem yaşamaq istəmirəm. Gəlib deməsinlər də kameranı söndür, hay huy. Belə. Sonra uşaqlar, belə bir yerə gəlirsiniz. Singapurda da bundan var idi. Pasportu qoyursunuz belə. Görək nə olacaq. Allah. Adım soyadım çıxdı, həyəcanlandım. Bir dənə gözlüyüm. Okay. Adım soyadım çıxdı. Vay, şəklim də çıxdı, qadağalar hepsi. Burada da parmağımızı qoymalıyıq deyəsən, şəkil çəkdirəcək. Şəkilimizi də çəkdik. Bu qədər yəni, peçat. Mən pasportumda peçat yığıram, niyə şəkilimi çəkmədiniz? Peçatımı vurmadınız. Bu da pislikdir, peçatımı vurmadınız. Bu qədər, uşaqlar.
Yox, hə, bu qədər olmaz, gözlə. Gözlə, həyəcanlanma pələng. Qanım qaraldı. Denən niyə qanın qaraldı? Çünki mən peçat vurdururdum pasportuma. Ay nökərcəyim. Ay dörü qaqaşdı. Gərdi. Peçat vurdururdum. İçinə zibil. Mən skandan keçdim. Nəysə. Heç nə də soruşub edim. Yəni skan bilsiz nədir? Pasport kontrol olmayacaq önümüzdəki 10-15 ildə. Artıq hamı skandan istifadə eləyəcək. Yəni skan, sadəcə skan olacaq. Peçat söhbəti olmayacaq. Bu ölkələr keçib artıq buna. Yavaş-yavaş da olsun. Ay nə bilim, getdim başıma aldım, getdim ora. Mən nə bilim qaqa. Biz skan mı görmüşük ay? Hə, deməli. Getməliyəm şəhər mərkəzinə. Bu platformla gedəcəm. Amma burada bir problem var. KL Center'a getməliyəm. Qardaş, məndən başqa hə, 2 nəfər var imiş. Bu xanım gəldi. Buradan getməliyik. Sadəcə bir problem var. Hostelin bağlanış saatına çata biləcəm ya yox, onu düşünürəm. Yəni sağ-salamat gedim, duş alım, rahatlayım, başqa işlər. 2-3 gün özümə day off verəcəm. Təbii ki, siz bunu görməyəcəksiniz. Elə pıt gəzəcəm, amma o aralarda dincələcəm. Qatar gəldi. Bu ekspres qatardır və sizi şəhər mərkəzinə məsələn 28 maya aparır sadəcə. Oradan isə metroya keçid edirsiniz. Bu çanta da it ölüsüdür elə. Hə. Bunu qoyduq buna. Bunu da yanımıza aldıq. Bu cürünə oturduq. Yorğunam çox. Yeah. Okay. How are you? Fine. How are you? Are you Muslim? Yeah, Muslim. Salam aleykum. Aleyküm selam. Uşaqlar, gəldim, düşdüm, taksiyə mindim. Hardasa 11 manat pul ödəyəcəm və məncə bu yüksək bir rəqəmdir. Taylandda da belə deyil idi, Hindistanda da belə deyil idi. Singapurda valla taksiyə minmədim. Nəysə, gedəcəyimiz məsafə də hardasa nə qədərdir deyim sizə. 4 kilometr, 5 kilometr. Oyda mənə görmürsünüz. Nəysə, söndürürüm. Hər vaxtınız xeyir. Hardasa 2 gündür dincəlirəm. Taylandın, Singapurun yorğunluğu Malaziyada çıxdı məndən. Hal-hazırda saat neçədir? Saat 4-də qalıb və mən təzə durmuşam yuxudan. Duş aldım, elədim. Çıxacam bir şeylər yeməyə. Bu arada qaldığım yeri göstərmək istəyirəm. Belə bir kapsul hosteldə qalıram. Otağım budur, uşaqlar. Biraz dağınıq ola bilər. Hansı ki, sizə indi qaqanız şou göstərəcək. Hop. Nə oldu? Hə, okey. Mən düzgün istifadə edə bilmirəm. Belə bir burada aynamız var. Havalandırmanı buradan şey eləyə bilirik. İdarə eləyə bilirik. Görürsünüz, bağlandı. Artdı. Belə bir şeydir. Kartı çıxartdığınız vaxt sönür. Bir vaxt sonra taxırsınız, təkrardan aktiv olur. Burada safe var. Safe şey var, kasa var. Burada hər hansı problem olanda basırsınız butona və insanlar gəlir kömək eləməyə sizi. Dərəcəni göstərir, saatı göstərir, alarmı göstərir. Burada da ekran var. Ekranı da görürsünüz. Belə qəşəng yerdir. Hansı ki burada da işıq var. Gördünüz. Bunu nəsə yandıramırdım. Hə, o da yandı. Bunu çıxardanda onsuz da hamısı sönür. Belə qəşəng şirin bir yerdir. Bura hardasa günlük verirəm. Nə qədər? 3 günlə 80 manat vermişəm. Özünüz hesablayın. Biraz bahaydı. Amma bundan sonraki yerlərdə ucuz yerdə qalacaq. Ətraf budur uşaqlar. Kabin budur. Qapı bağlanır. Hətta qapı kartla açılır. Görürsünüz orada kartla açılır. İndi çıxacaq yemək yeməyə. Bir Azərbaycanlı qardaş var. Ondan da tanış eləyəcəm sizi. Belə, uzun sözün qısası. Malaziya hələ ki mənim üçün yorğun başlayıbdı və artıq biletimi almışam. Ayın 18-i üçün gedəcəm Vyetnama. Vyetnam daha ucuz, daha yaxşıdır eşitdiyimə görə. Sizi çox istəyirəm. Məni izlədiyiniz üçün, məni yalnız buraxmadığınız üçün. Tək səyahət eləmək bilənlər bilir çox çətindir.
Nəysə, duyğusallaşmağa ehtiyac yoxdur. Gedək yemək yeyək, enerjimiz yerinə gəlsin. Hostelimin girişi. Hə? Super. Bu da Abdullahdır. Abdullah necəsən? Şok oldu da reski kamerayı. Hostelimin girişi oradır. Bu isə məhəllədir. Əslində biz şəhərə uzaq bir yerdə deyilik, şəhərə yaxın bir yerdəyik. Malazya o qədər də mənim ürəyimi açmadı Abdullah. Elədir biraz. Abdullah da bu üstə papaq qoyur. Yaxşıdır da. İstidən qoruyuram özümü, gündən qoruyuram. Vallahi billahi nətər yorulmuşam, dəhşətli yorulmuşam. Taylandda qaça-qaçdaydım. Bir də hosteldə qalmağın plus tərəfləri də var, minus tərəfləri də var. Balaca bir alanda bütün əşyalarını idarə eləməlisən də. Bəzən dağınıq olur, adamın ürəyi sıxılır. Ona görə burada biraz dincəlmək istədim. 2 gündür yatıram. 2 gündür yatıram. Nə video düzəldə bilirəm, nə bir şey eləyə bilirəm. Kompüterimi bu arada düzəltdirdim. Normaldə də pul verdim düzəltdirməyə. Azərbaycana qaydanda inşallah çalışacağam ki, yenisini alım. Görək nətər olur. Nə danışacağımı da bilmirəm. Yorğunam. Həqiqətən uşaqlar, çox yorğunam. Bir də mən çəki itirirəm. Bura gələndə çəki ilə gəlmişdim. Yəni hardasa neçə kiloydum tam olaraq bilmirəm, amma çəki itirməyə başlamışam deyə onun da bir yorğunçuluğu var üstümdə. Yaxşı olacaq. Vyetnam düşünürəm ki, hər tərəfli yaxşı gələcək mənə. Burada hava həm tutuqdur, bağlıdır. Bir də adam tez-tez belə nidarizmiyaya düşür. Desəz niyə? Bir tərəfi çox inkişaf eləyib, bir tərəfi az inkişaf eləyib, bir tərəfində istəyirsən Hindistandasan, bir tərəfi yaxşıdır. Singapur videoma baxmışsınızsa, buraları Singapura oxşatmağa çalışıblar, amma oxşada bilməyiblər. Müsəlman ölkəsidir bildiyiniz kimi. Belə, görək başımıza nə gəlir, nə edəcəyik, nətər olacaq. Taksi çağırmışıq, qardaş gəlib. Salam əleykum. Ya, aleyküm salam. Are Müslüm, ya? Ya, Müslüm. Hə, good. Hə, belə gedirik. Artıq solda oturmağa öyrəşmişəm. Əvvəl oturanda elə bilirdim özüm sürürəm. Qəşəngdir. Küçələr dediyim kimi yüksək binaların altında həm kasıbçılıq da var, həm zənginlik də var. İnkişafda olan ölkədir desək daha yaxşı olar. Gəldik Kuala Lumpurun mərkəzinə. Burada da yüksək mərtəbəli binalar var. Gördüyünüz kimi bu binada yaşıllıqlar da var və Petronas binası da buradadır. Bunun haqqında bilgilər verəcəm. Hündürlüyü 452 metrdir və Petronas neft şirkəti tikdiribdir bu binanı. 1992-ci ildə başlanıbdır, 1998-ci ildə bitibdir. Hətta 2004-cü ilə qədər də dünyanın ən uzun, ən hündür mərtəbəli binası sayılırmış. Hündür mərtəbəli eşitdin? Talış aksenti ilə danışır. Dubay videoma baxmışsınızsa, Dubaydakı həmin Burj Khalifa bunun 2 qatı idi hardasa. Buna baxılmayacaq, buna boydadır. Ona baxırdım, elə başını qaldırdım, hələ də gedirdi. Amma sabahki tutduğumuz evdə bunun mənzərəsi də görsənəcək, hansı ki havuz mənzərəsi tam olaraq bu binaya baxır. Hazırda gəlmişim McDonald's və belə bir sifariş eləmişəm. Bu menüyə 8 manat vermişəm və large boydur, səhv etmirəmsə, large'dır. Standartdan yuxarıdır biraz. Qaqanız keyf eləyir. Pulda xərcləyirik. Burada da Malazya pulu var. Buna bir remi deyirlər. Mən remi deyirəm. Adı nə idi? Ringgit. Ringgit. R-mı yazılır deyə mən remi deyirəm. Burada 50 ringgit var. Bizim pul dəyərlidir, amma çox da dəyərli deyil. Bahalı ölkədirmi? Məncə bahalı ölkədir. Hardasa 7-8 kilometr, hətta 6 kilometr taksi ilə gəldik biz bura. Verdiyimiz pul isə 6 manata, 7 manata yaxın idi. Bizə nuş olsun. İstədim sizə göstərəm. İləriki videolarda da daha detaylı göstərəcəm. Yəni bundan sonraki videoda. Qaqa, deyəsən onu da göstərərsənsə bunu bizə niyə izlədirsən? Xanımlar, bəylər, Decathlona gəlmişəm. Özümə belə bir şəppirti aldım. Hardasa 3 manat 50 qəpik belə bir şey elədi. Burada da hər şeyi tapa bilirsiniz gəldiyiniz vaxt. Qiymətlər isə bizə nəzərən təbii ki də uyğundur. Gedib məsələn deyirəm, binədən 20 manata çanta alınacaq, Decathlondan almaq daha məntiqlidir. Çünki yaxşı malları var. Məsələn, hardasa bunun qiyməti 15 manata gəlir, düşür bu çantanın. Litrlər böyüdükcə qiymətlər də artır. Burada da var çantalar. 60 manata, 70 manata
belə bu cürünə çantalar ala bilirsiniz. Hansı ki mənim çantam bundandır. Bunun bir öncəki formasıdır. Və o gözəl Petronas binası uşaqlar. Hardasa o körpünün uzunluğu 53 metrdir. Elə oxumuşam. Bilgiləri toparlayıb verəcəm. Narahat olmayın. Belə bir parkdayam. Hava sadəcə pisdir. Dünənləri yaxşı idi, günəşli idi. Hava istidir indi. Okey, yaxşıdır, amma bulutludur. Bulutlu olanda da mənim kameram çox yaxşı çəkmir. İnanılmaz böyüdü. Bu arada 1998-ci ildə bitib bunun tikilişi. O ilə nəzərən çox gözəl binadır. 2004-cü ilə qədər dünyanın ən hündür binası olubdu. Böyük ehtimal Burj Xəlifədən sonra titulunu itiribdir. Hə, desəz bəs Kuala Lumpurda ondan uzun bina varmı? Var. Onları da göstərmək nəsib olsa göstərəcəm. Bu da balina. Bizim bulvardakı balinadan çox yaxşıdır. Bu park çox qəşəngdir. Buradan qəşəng şəkillər çəkdirmək olar. Telefondan da yoxladım, çox pis çıxır. Ona görə dedim heç uzatmayım. Singapurdakı parklara nəzərən pis deyil, amma Singapurdakı parklar da həqiqətən özü idi. Biraz daha belə egzotik yerləri sevirəm. Tayland videolarına baxmısınızsa Taylandda aparmışdım sizi. Egzotiyə boğdum sizi, narahat olmayın. Hər şey əla idi. Burada uşaqlar da çimirlər. Şəhərin içində belə bir şeyin olması çox əla bir şeydir. Sərinləyirlər. Hətta böyüklər də girib. Bir xala girib orada deyəsən suya. Çox maraqlıdır daha bu. İsti olan ölkədir. Ona görə də belə bir şey eləyiblər. Çox gözəldir məncə. Müsəlman ölkədir, bilirsiniz. Malayziyada yaşayan bir çox insan müsəlmandır. Çinlilər də burada yaşayır, Hindistanlılar da. Yəni o nüfus da var burada. Hara getdiyi bir Hindistanlı görürük. Görürsünüz, xalamın başı bağlıdır məsələn. Burada uşaqlar çimirlər. Çox maraqlıdır. Sərinləyirlər. Şəhərdə belə bir şeyin olması çox gözəldir. Burada belə duşa kabina kimi bir şey də düzəldiblər. Kabina yox da duş, bir sabun, bir şampun, oldun təmiz. Yeni bir gündən salam olsun. Hal-hazırda Abdullah'ı gözləyirəm. Abdullah gəlməlidir taksi ilə və biz rezidansda bir ev tutmuşuq. Qiymətini deyəcəm ilərləyən dəqiqələrdə və şok olacaqsınız. Uzun sözün qısası onu gözləyirəm, gələcək, götürəcək məni, oraya gedəcək, yerləşəcəm. 2 gün qalacaq orada. 2 gündən sonra artıq nə olacaq, nə baş verəcək bilmirəm. Bugün hava gözəldir. İnşallah sabah da gözəl olar. Bugün evi göstərəcəm sizə. Sabahsı günü isə artıq Kuala Lumpuru gəzəcəyik. Yenə də təkrar edirəm, Kuala Lumpuru gəzdiyim video bundan sonraki video olacaq. İzləsəz xoş olar, bəyənsəniz daha da xoş olar. Bu arada tıxacdır. Maşın çoxdur. Abdullah nə vaxta gələr, necə gələr, heç bir fikrim yoxdur. Gözləməyi sevmirəm qardaşım. Gözləmək mənlik deyil. Burada da halal ət satırlar. Halaldır yəqin ki. Halal. Saralıb elə bil biraz. Yorulmayasan mən qardaşım. Nəsə bu coğrafiyada belə biraz pintilik var elə bil. Hindistandan başlayaraq, daha doğrusu Pakistandan başlayaraq bu tərəflərə gəlsiz, pintiliyi görürsünüz. Danışacağım, bilgiləri toparlayıram, videolar izləyirəm, bilgilər oxuyuram. Bunların bilgilərini sizə tık verəcəm. Əminətər sən, nə var, nə yox? Gülürsən. Where are you from? Are you local? Luggage. Yeah, luggage here. Yeah. Əmican. Ay salam aleyküm. Aleykümselam. Hoş gördük səni. Allah razı olsun. Yolumuz uzundur deyəsən.
Böyle de uzundur. İnşallah 8 dəqiqə çatır. İçəridə müşəmbər isi gəlir. Dini bir qoxudur zənnimcə. Resepsiondan açarı götürdüm, evin açarını, otağın açarını yox. Bu arada qiymət bilirsiniz nə qədərdir? Demirəm, yuxarıda deyəcəm. Burada lifti gözləyirik, 16-cı mərtəbədəyik və buranın çox gözəl bir havuzu var, onu da göstərəcəm sizə. Bir mənzərəsi var, əfsanədir. 2 gün kiralamışıq, 2 gün qalacağıq inşallah. Belə. Şirin. Sən maraqlı bir məlumat vereyim. Burada 4-cü mərtəbə yoxdur. Çəkil, bax. Orada görürsən 4 yoxdur. 3A var. Səbəb bilirsən nədir? Çinlilərdə 4 sözü ölümə bərabərdir. Ölümlə eyni tələffüzdədir. Ona görə 4 yoxdur, 3A var. Bu ölkənin də nəyi göstərir bu? Hörmətini göstərir ki, Çinlilərə. Yəni hörmət baxımından ki, Çinlilərə hörmət deyəndə, yəni bu ölkənin əhalisinin çoxu da Çinlidir. Ona görə 16.01 axtarır uşaqlar. 16.017 oradır. 017 yox, 17. 01 buradır. Gəl yeni evimizə bir keçək də ana. Buradır. Right. Səhv etməmişəm. Bura olmalıdır. Qapını açamıram müəllim. Dedi açar yeri var axı bu. Hə, aşağıdandır. Bu aşağıdandır. Ay bunlar. Cəmaatın evinə girərik. Güyənməsin, açırsa güyənməsin. Aç görüm. Tərtib oxumaq lazımdır ki. Açdım sonra. Gəl elə. Mən də sizə mənzərə göstərim. Mənzərə budur, gənclər. Burada qalacağıq. Vay. Qəşəng. Əla. 2 dənə yatağımız var. Özlükü var. Mənzərəyə bax hələ. Yaşallığa bax. Amazon deyə bilən. Əkiz qüllələrin biri görsənir. Bir də arxasındadır. Biri də arxasında. Nəsə artıq Malaziyadan bir xoşum gəlməyə başladı. Yataq nətərdir baxın. Yataq qəşəngdir. Bir problem var ki, mətbəxində soba yoxdur. Amma kettle şey var, mikrodolqa var. Burada nələr var? Soba da var. Amma qazan yoxdur. Onlar da olmuş. Aç görək. Buzdolabı da var. Xalqanlıq var, qəşəng. Var. Aldı bir dənə bişirmək üçün. Abi, Ola yarım da olsa var. tava var bir dənə. Var. Bir dənə pomidor yumurta kahvaltı gedər. Yuxarı bax bir dənə. Yox, loxladılar bizi. Ora bax, orada nəsə hiss elədim. Büyük çıxacaq. Boş çıxdı. Bu da hamam tualeti. Gənclər. Bura verdiyimiz pulu deyim sizə. Gününə 25 manat. 25 manat günlük biz bura pul veririk. Adam başına yoxsa? Adam başına. Adam başına. Yəni günlük 50 manat. Şunu gəlmə. 50 manat. 60 neçə dollar elətdi? 60 neçə dollar nə qədər edir? Günlük 50 manatdan da az. Az düşür. Az düşür. Sağ ol. Belə bir yerdir. Biz yavaş-yavaş dincələk, bir şeylər yeyək. Sonra havuzunu göstərəcəm bura. Bu mənzərəni göstərməliyəm sizə. Hansı ki bura havuzdur. İnşallah işıqlı olanda da çıxardacağam sizi, göstərəcəm. Mənzərəmiz isə budur. Orada ay çox gözəl görsənir. Havanın rənginə baxın bir dənə. Çox qəribədir. Bu binada qaldığınız zaman burada istirahət eləyə bilirsiniz, çimə bilirsiniz və hal-hazırda 37-ci mərtəbədəyik, hətta 39-dayıq. Mənzərə isə bu cür nə görsənir. İnsanlar istirahət edirlər, suya girirlər. Çox fərqli görsənir.
Görün nə qədər hündürdəyik. Şəhər çox gözəl görsənir. Bu arada şəhərin ən yüksək mərtəbəli binası da budur.